Salam dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 13 fevral 2026 il. Salam aziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün 13 fevral 2026 il. Demək, mənə tez-tez zəng vurulur. Demək olar ki, hər 5 zəngdən biri yalnız bipini soruşur. Yəni, arılara qışda bipin səpmək olar, ya yox. Deməli, dostlar, məndən soruşursunuz, mən də cavab verəcəm. Amma diqqətlə qulaq asın. Varroaya qarşı tətbiq olunan bütün kimyəvi dərmanlar, zəhərlər tərkibi amitraz, fulfalinat, fulmitrindir. Demək, bipinin tərkibi də amitrazdır. Məndən soruşursunuzsa, mən indiyə qədər öz arılarıma bipin səpməmişəm. Bu, o demək deyil ki, bipin pisdir və yaxud olmaz səpmək. Amma hər bir dərmanlamanın vaxtı var, temperatur dərəcələri var. Yəni, bütün bunları nəzərə almaq lazımdır. Demək, dostlar, bipin kimyəvi dərmandır, zəhərdir, amitrazdır. Varroanı öldürür. Təbii ki, ucuz, keyfiyyətli dərmandır. Amma varroanı öldürməklə arıları da zəhərləmiş oluruq, balımızı da zəhərləmiş oluruq, şanlarımızı da, güləmimizi də və s. İndi bunun da verilmə vaxtları var, əziz dostlar. Qışda arıya bipin səpmək olar ya yox. Mən bax bunu deyirəm, altından da qolumu çəkirəm. Qışda, yəni indi arılara bipin səpən arıçıları mənim ixtiyarım olsaydı, onlara ömürlük həbs cəzası verərdim. Və yaxud ömürlük arı saxlamaqdan məhrum edərdim. Belə bir qayda qoyardım ki, o qışda arıların üstünə bipini tökənlərə bax, o cür cəza verərdim. İndi dostlar, baxın, fevral ayının 13-üdür. Bəzi bölgələrdə qar yağıb, bəzi bölgələrdə havalar normaldır. Baxın, bizdə indi gah günəş, gah bulud, amma arılar çalışır, uçuşlar edir, çiçək tozları belə daşıyırlar. Temperatur 14-15 dərəcəyə qalxır. Bu, o demək deyil ki, qışda temperatur 12-14 dərəcəyə qalxdı, bipin səpsinlər. Yəni, bu düz bir şey deyil, dostlar. Qardaş, imkan verin, bu yazıq arılar heç olmasa ayılsın, qışdan çıxsın, martda bir balaca özü üçün bir neçə nəsil arı yetişdirsin ki, ondan sonra nə dərman istəsəniz verə bilərsiniz, dostlar. İndi, baxın, bəzən mən danışıram dediklərimə, bilmirəm, qulaq asmırlar, nədənsə həmin şeyləri mənə yenidən sual verirlər. Qardaş, mən ötən videolarda qarışqa turşusu, formik asid paylaşdım. Yəni, Turan abidən sifariş vermişdim, mənim üçün göndərdi. Allah can sağlığı versin. Təşəkkür edirəm. Mən də onu paylaşdım. O demək deyil ki, mən indi formik asid verirəm. Yox, hər bir istər organik turşular olsun, istər kimyəvi dərmanlar olsun, hər birinin verilmə qaydası var, verilmə temperatur rejimləri var, vaxtlar var. İndi mən onu aldım, paylaşdım ki, siz də
öz ehtiyatınızı tutasınız. Özünüz üçün ehtiyat alıb qoyasınız ki, yazda, may ayında, aprel ayında və yaxud payız aylarında əlinizin altında olsun. Mən haransı bir şirkəti reklam eləmirəm və yaxud anti-reklam eləmirəm. BIP-in də Sovetlərdən bizə miras qalan bir dərman, zəhərdir. İndi onu da qardaş mən demirəm ki, səpməyin. Yəni səpməyin də vaxtı var, qaydası var. Vallahi arıçılığın onsuz da bu bəzi bal satanlar zibilin çıxarıblar. Yəni hər kəs özünü arıçı adlandırır. Hərə bir vedrə qoyub ağlına gələni, ağzına gələni, ağlına gələni göstərir. Bunlarla da işim yoxdur dostlar. Yəni məndən soruşdunuz, mən də sizə ətraflı məlumat verdim. Arılar da ki çox çətindir. İldən ilə də arı saxlamaq çətinləşir. Çünki mən həmişə demişəm, arıların iki düşmanı var. Biri varroa, ikincisi arıçı. Yəni biz arıçılar arıları itirməkdən həddindən artıq çox qorxuruq və bütün dərmanlardan istifadə edirik ki, arı yazığı imkan vermirik ki, arı gözünü açsın. O dərmanlar arıları varroadan çox zəhərləyir. Ona görə dostlar, biraz diqqətli olmaq lazımdır. İndi hava bizdə demək olar qışda da arılar yatmır. Ona görə bizdə daha çətindir arı saxlamaq. Çünki arını içəridə saxlamaq mümkün deyil. Hər zaman bizdə gül, çiçək var. Qışda belə günəş çıxan kimi arılar gedir, müəyyən qədər çiçək tozları gətirir. Ona görə çox çətindir. İmkan verin, arılar qoy qışı çıxsınlar. Bir neçə nəsil heç olmasa arı yetişdirsinlər. Ondan sonra nə istəsəniz edə bilərsiniz dostlar. Vallahi yanvar ayında arıya şərbət verənlər var. Sonra da deyirlər ki, Nazima belə getdi, Serana belə gəldi. Qardaş, imkan ver, bu yazıq arı öz başına bir çarə qılsın da. Qoymaq olar qışda, arı keki qoymaq olar, fevral ayıdır. Artıq qoyub ki, ramkalardakı bal azaldıkca arı qoy oradan gündəlik tələbatını, o arı yemini yesin, bala da biraz qənaət eləmiş olsun. Bu da mənim sizə çatdıracağım. Hər birinizə uğurlar arzu edirəm. Bütün Azərbaycan arıçılarına ən kiçiyindən tutmuş, ən qocaman arıçıya da uğurlar arzu edirəm. Sağ olun, özünüzü qoruyun.